İlham Əliyev ne zaman demişti ki o nefti umudu? Yadınıza salmağa çalışın, mən deyim. Deməli o 2014-cü ildə neftin qiymətləri düşdü, Azərbaycanda devalvasiya oldu, yadınıza gəlir. Həmin bax o devalvasiya müddəti olanda güya İlham Əliyev dalbadal deməli fərmanlar verirdi, filan sahə inkişaf elətdirəcək, filan sahə inkişaf elətdirəcək, diversifikasiya olacaq, başqa sahələr inkişaf eləyəcək. Yadınıza düşdü, 10 il keçib üstündən. 10 ilin ərzində heç nə dəyişmir. O zaman da Azərbaycanın büdcəsi, sosial həyatı neftdən asılı idi, indi də neftdən asılıdır. Deməli, Azərbaycan hakimiyyəti real olaraq sosial-iqtisadi problemlərin həlli ilə məşğul olmaq niyyətində deyil. Deməli, bəs necə yola verirlər? Bəli, məhz yola verirlər. İdarə etmə deyil bu. Yola verirlər. Oradan Maliyyə Nazirliyinə tapşırıq verilib ki, gəlirlər azaldıqca kəsin. Proporsional olaraq, baxın görün, hardan ixtisar eləmək olar, hardan kəsmək olar. Deməli, o da əlində qayıcı bu işi yaxşı bacarır. Deməli, kəs ki, kəsəcək. Bir istiqamət budur. O bir tərəfdən də, deməli, o keçmişdən qalma prinsip var. Milləti, deməli, başın qatmaqdan ötürü, nə deyirlər? Çörək və əyləncə. İndi bu çörək yoxdur axı. Əyləncəni bol edirlər. Axı, necə ola bilər? Dünyanın harasında görünüb ki, hər bir məktəbin də bünövrəsini dövlət başçısı açsın. Hər bir yeni tikilən binanın da açılışını dövlət başçısı eləsin. Məyər onu bələdiyyə eləsə, yerli icra hakimiyyəti eləsə, nəsə əskiləcək? Dünyanın harasında dövlət başçısı bu işlərlə məşğuldur? Azərbaycanın da dövlət başçısı gəlib oturub, hökumətini yığıb başına bu fəlakətli vəziyyəti müzakirə etməlidir. Yoxsa ki, deməli, ancaq demək oradan xalqın hesabına tikilmiş, həmin o Qarabağda bərpa olunan binaların hər birinə şəxsən İlham Əliyevin deməli əli toxunmalı. Nə olur ki onda? Güya Azərbaycan xalqı onunla unudacaq ki, hansı səfaləti yaşayır. Yaxşı, burada Azərbaycan şükür, ordumuzun sayəsində torpaqlarımızı azad eləmişik. Bu doğrudan da böyük qələbə. Amma indi onun bərpasını da hamı eləyir də. Hamı eləyir. Burada deməli dövlət başçısının xüsusi xidmət nə ola bilərdi? İki cür ola bilərdi də. Ya həmin o torpaqları işğal edib, bizim o 7-8 rayonumuzu viran eləmiş işğalçıdan o pulları tələb edib aldıra bilərdi. Aldıra bildi? Bir qəpik gördük? Yox. Danışırlar boş-boş ki, ay bu qədər deməli Ermənistana kompensasiya ödətdirəcəklər. Bir qəpik olmadı ki ortalıqda. Hanı sizin siyasətiniz? İkinci istiqamətdə ola bilərdi ki, müxtəlif donor təşkilatlardan pullar gətirərdilər Azərbaycana ki, baxın, Avropa Birliyinin hesabına bax, bu rayonu salırıq biz. Bunu nə bilim, filan beynəlxalq təşkilatının hesabına, bunu Amerikanın yardımları ilə, bunu Almaniyanın yardımları ilə eləyirik. Hətta qardaş Türkiyə bunu belə elədi. Baxın, hətta qardaş Türkiyə bizdən 2 dəfə zəngindir də. Demirəm çox zəngindir, amma bizdən 2 dəfə zəngindir ortalama götürəndə. Hətta onlar müxtəlif beynəlxalq təşkilatlardan həmin o zəlzələdə dağılmış evlərin tikintisi üçün müəyyən donorlardan pul topladılar. Yaxşı, donordan pul almamısan, işğalçıya da pul ödətdirməmsən. Hanı burada hökumətin xidməti? Dövlətin büdcəsinin pulları da necə istifadə olunur? Hamı danışır ki, orada istifadə olunan vəsait çox ciddi şəkildə korrupsiya predmeti olur. Orada deməli o evlərin, tikilən ictimai yaşayış müəssisələrinin büdcələri şişirdilir. Fəhlələr sosial şəbəkələrə girib baxın, hər yerdə orada işlədilən fəhlələr əmək haqlarının verilməməsindən şikayətlənirlər. Və hər rayonda, deməli, bir neçə görkəmli yerdə özlərinə aid otellər tikirlər, nə bilim, bravolar açırlar, müxtəlif deməli, şirkətlər, restoranlar şəbəkəsi yaradırlar. Bu da olur inkişaf görüntüsü. Bax, inkişaf bugün mənim danışdıqlarımla müəyyənləşir. Sənin vətəndaşın ac qalmamalıdır. Vətəndaşın ac qalmaması üçün, normal qidalana bilməsi üçün bu millətin övladlarının dövlət nə edir? Təsadüfi deyil ki, 10 ilin ərzində ölkədə uşaq doğumu 2 dəfə düşüb aşağı. Bu dəhşətli bir rəqəmdir. İstənilən başqa bir ölkədə bu böyük bir aylarla davam edən milli diskursiya səbəbi ola bilərdi. Cəmi 10 ilin ərzində ölkədə uşaq doğumu 2 dəfə düşüb aşağı. Ona görə də əziz həmvətənlər, imkan verməyin ki, sizin başınızı aldatsınlar. Həmin o şoularla, həmin o əyləncələrlə, həmin o sizə minnət qoymaqlarla, bütün deməli, qazi gedib qolunu qıçını itirib, ona təqaüd verməli də dövlət. Bu prezidenti olmayan ölkələrdə necə olur ki? Qazi gedib, əgər qolunu qıçını itiribsə buna təqaüd verməli deyil dövlət. Yox, prezident təqaüdü. Niyə xeyir olsun? Hamısı millətə deməli minnət qoymaq. Və bu millətə minnət qoymaq siyasətləri sizin qarnınızı doydururmu? Sizi bu sosial məsələlərdən diqqətinizi yayındıra bilirmi? Baxın, sual bundan ibarətdir. Ona görə də biz millət olaraq
məsuliyyətli və tələbkar olmalıyıq və imkan verməli deyilik ki, bizi həm ac saxlasınlar, həm də boynumuzu minnətli eləsinlər.